Ötən həftənin sonunda İslamabadda keçirilən yüksək səviyyəli Amerika Birləşmiş Ştatları İran danışıqları nəticəsiz başa çatdı və İran tərəfi ABŞ-nin nüvə proqramını dayandırmaq, zənginləşdirilmiş uran ehtiyatını təhvil vermək, Hörmüz boğazını açmaq kimi tələblərinə yox dedi. Bundan sonra hər kəsi hərbi əməliyyatlar yenidən başlayacaq, yoxsa müzakirələr davam edəcək? Sualı düşündürdüyü zaman Vaşinqton fərqli bir yol əl atdı və İranı dənizdən mühasirəyə alacağını elan etdi. Prezident Donald Trump'ın göstərişinə uyğun olaraq Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığı CENTCOM aprelin 12-sində gecə saatlarında bəyanat yaydı ki, aprelin 13-də şərq vaxtı ilə saat 10:00-dan, yəni Tehran vaxtı ilə saat 17:30-dan etibarən İran limanlarına daxil olan və çıxan bütün dəniz trafikinin blokadasını tətbiq etməyə başlayacaq. Blokada İran limanlarına və sahilyanı ərazilərə, o cümlədən Ərəbistan dənizi və Oman körfəzindəki limanları da daxil olmaqla bütün ölkələrin gəmilərinə qarşı heç bir fərq qoyulmadan tətbiq ediləcək. CENTCOM qüvvələri Hörmüz boğazından keçərək İrana məxsus olmayan limanlara gedən gəmilər üçün naviqasiya azadlığına mane olmayacaq. Ardınca Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump da məsələ ilə bağlı bir sıra açıqlamalar verib. O cümlədən bildirib ki, mən hərbi dəniz qüvvələrimizə beynəlxalq sularda İrana rüsum ödəmiş hər bir gəmini axtarmağı və saxlamağı tapşırmışam. Qanunsuz rüsum ödəyən heç kəs açıq dənizlərdə təhlükəsiz keçidə malik olmayacaq. Trump əlavə edib ki, blokadanın icrasına mane olmağa çalışan istənilən İran gəmisi dərhal məhv ediləcək. Bununla belə dəniz blokadasının necə həyata keçiriləcəyi ilə bağlı çoxlu açıq qalan suallar və qeyri-müəyyənliklər var. Məlum olan budur ki, ABŞ-nin 15 döyüş gəmisi bu işə cəlb olunub. Eyni zamanda George Bush atom aviadaşıyıcı gəmisi Cənubi Afrika sahillərini tərk edərək Oman körfəzinə doğru yollanıb. Bundan da ABŞ-nin regiondakı aviadaşıyıcı gəmilərinin sayı 3-ə çatacaq. Amma İranı dənizdən mühasirəyə almaq planının ABŞ-nin hədəfləri baxımından səmərəli olub-olmayacağı dünəndən media və sosial şəbəkələrdə müzakirə mövzusudur. Aydındır ki, Amerika Birləşmiş Ştatları bununla İrana iqtisadi cəhətdən təzyiq göstərmək, o cümlədən onun neft satışını əngəlləmək yolu ilə Hörmüz boğazındakı hökmranlığına son qoymaq niyyətindədir. Lakin o da aydındır ki, bu addım təkcə İrana ziyan vurmayacaq. Qlobal iqtisadiyyata da ciddi mənfi təsirlər göstərəcək. Bəzi ekspertlər bunun dünya miqyasında təkcə bahalığa deyil, həm də qıtlığa səbəb olacağını bildirirlər. Həmçinin bu, körfəz neftindən xüsusi asılılığı olan bir çox Asiya ölkələrini, ilk növbədə Çin Xalq Respublikasını problemlərlə üzləşdirəcək. Təsadüfi deyil ki, dünən Çinin Müdafiə Naziri bu mövzu ilə bağlı kifayət qədər sərt açıqlama verib və Vaşinqtona Çin-İran münasibətlərinə müdaxilə etməmək barədə xəbərdarlıq edərək deyib. Bizim İranla ticarət və enerji anlaşmalarımız var və başqalarından gözləntimiz budur ki, bizim işlərimizə qarışmasınlar. Nazir onu da vurğulayıb ki, Hörmüz boğazı Çinin üzünə açıqdır. Dəniz blokadasının iqtisadi durumu onsuz da ağır olan İrana vuracağı ziyan və göstərəcəyi təsir barədə də müxtəlif fikirlər irəli sürülüb. Birinci məsələ sırf texniki baxımından blokadanın mümkünlüyü məsələsidir. Belə ki, bildirildiyinə görə cənub sahillərində İranın irili xırdalı 30-dan çox limanı var və bunların hamısına nəzarət elə də asan olmayacaq. İkincisi isə blokadanın İranın neft və qeyri-neft ixracına, eləcə də ölkəyə müxtəlif malların idxalına hansı təsir göstərəcəyi mövzusudur. Bununla bağlı blokada qərarı elan olunduqdan az sonra məşhur İran diplomatı, Qərblə nüvə danışıqlarının iştirakçısı Hüseyn Musəviyan həmin qərarın yanlış olduğunu vurğulayaraq yazıb. İran öz ehtiyaclarını Xəzər dənizi və Ermənistan, Rusiya, Türkiyə və İraq kimi qonşu ölkələr üzərindən təmin edəcək. Dəniz blokadası etimadsızlığın artmasına və Tehranın mövqeyinin daha da sərtləşməsinə səbəb olacaq. Bu, Husilər tərəfindən Bab əl-Məndəb boğazının bağlanmasına gətirib çıxaracaq və beynəlxalq ticarətə daha çox ziyan vuracaq. İranın neft ixracının dayanması Çin və Hindistan kimi böyük ölkələrin prosesə müdaxiləsinə səbəb olacaq. Neftin qiyməti daha da artacaq. Tanınmış Türkiyə-İranşünası Mehmet Koç da bu vəziyyətdə İranla qonşu olan ölkələrin əhəmiyyətinin artacağını işarə edərək bildirib. Trump'ın İrana qarşı dəniz blokadası tətbiq etməyə başlaması İrana mal idxalının alternativ yollarını önə çıxaracaq. Bu da İranla quru sərhədi olan ölkələrin strateji əhəmiyyətini xeyli dərəcədə artıracaq. Bu baxımdan Türkiyə, Pakistan, Əfqanistan, Türkmənistan və Azərbaycan önəmli tranzit ölkələr olacaq. Ekspert bu prosesdə Pakistan və Türkiyənin açar rolunu da xüsusi vurğulayıb. Vaxtilə Amerika Birləşmiş Ştatları Maliyyə Nazirliyində yüksək vəzifə tutmuş İran əsilli ekspert Miyad Məleki isə blokadanın İran iqtisadiyyatına sarsıdığı
yıxıcı zərbə vuracağını bildirib və bunu İranın illik ticarətinin 90%-ni Fars körfəzi vasitəsilə həyata keçirməsi ilə əlaqələndirib. Onun yazdığına görə, ABŞ-nin tətbiq etdiyi dəniz blokadası İranın ixracında gündəlik 276 milyon dollar, idxalında isə 159 milyon dollar itkiyə səbəb olacaq. Bu isə gündəlik ümumi 435 milyon, aylıq isə 13 milyard dollar itki deməkdir. İranın özündə bir çoxları blokadanı Amerika Birləşmiş Ştatlarının təhdid və danışıq ssenarisinin növbəti təzahürü kimi dəyərləndirib və onun Tehranı yeni müzakirələrə çəkmək planına xidmət etdiyini vurğulayıb. Sepaha bağlı Fars İnformasiya Agentliyinin eksperti Fatimə Kavənd isə İranın uzun illər təzyiq və sanksiya altında yaşamaq təcrübəsini və bu şəraitə uyğunlaşdığını vurğulayaraq dəniz blokadasının səmərəli olmayacağını bildirib. Ekspert bu kontekstdə digər ölkələrin blokadaya qoşulmadığına və İranla birbaşa əməkdaşlığa üstünlük verdiyinə diqqət çəkərək yazıb ki, İran bu sahədə mövcud təcrübəsinə əsaslanaraq öz yoluna davam edəcək. Bir sözlə, İran-Amerika Birləşmiş Ştatları qarşıdurmasında yeni mərhələ, iradələr mübarizəsi dönəmi başlayır. ABŞ blokada rıçaqı ilə İslamabadda güzəştsiz mövqe göstərən Tehranı yola gətirməyə və onun şərtləri əsasında razılaşmaya vadar etməyə çalışır. İran bu təzyiq qarşısında yumşalacaqmı? Bu sualın cavabı yaxın zamanlarda bəlli olacaq.